Bugün bütün dünyada Beynəlxalq İnternet Günü kimi qeyd olunur. Beynəlxalq İnternet Günü 1998-ci ildə Roma papası 2. Yoxan Pavel tərəfindən təsis olunub. Onun sözlərinə görə internet bir növ insan biliklərinin ensiklopediyasıdır. Buna görə də ümumdünya hörümçək torunun hamısı ilk 20 ciltlik ensiklopediyanı tərtib edən məşhur ensiklopedist Sevilla Isidore hesab edilə bilər. O ilk dəfə öz işində çarpaz istinadlar sistemini tətbiq edib ki, bu da şəbəkədə istifadə edilən peristadları xatırladır. Sevilla Isidore 636-cı ilin bu günü dünyasını dəyişib. Hələ ki, internet bayramının dəqiq tarixi haqqında razılıq əldə olunmayıb. Belə ki, hər ölkə beynəlxalq internet gününü bir qayda olaraq Milli Domen Zonasının açılışı günündə qeyd edir. Bundan başqa Rusiya Federasiyasında 30 sentyabr ümumdünya hörümçək toru kimi yadda qalıb. Lakin dünya miqyasında internetin ən populyar bayramı 4 aprel hesab olunur.